Növbəti mövzu və qonaqla NTV Səhər davam edir. Bəli, biz az öncə test toplarında dəyişiklik ilə bağlı sujeti izlədik. Ümumiyyətlə, nəinki test topları, bütün sahələrdə dəyişiklik həddindən artıq çoxdur və dövlət sektorunda rəqəmsallaşma ən aktual məsələlərdən biridir. Hətta biz burada bu məsələ ilə bağlı beynəlxalq çıxışları görürük. Məsələn, yeni trendləri, yeni texnologiya trendlərini görürük, süni intellektin tətbiqini görürük. Dövlət sektorunda süni intellekt üzrə mütəxəssislərin yetişməsini görürük. Bəzi təhsil sahələrində süni intellektlə bağlı dərslərin məktəblərin dərs proqramına əlavəsini görürük və bu dəfə isə dövlət sektorunda rəqəmsallaşmadan danışacağıq. Bəli, studiyamızın qonağı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmov studiyamızın qonağıdır. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Necəsiniz Turqay bəy? Xoş gördük, təşəkkür edirəm hər bir. Çox aktual bir məsələdir Turqay bəy, dövlət sektorunda rəqəmsallaşma. Elə az öncə sizdən öncəki qonaqlarımızla həmsöhbət olduğumuz zaman sual verdik ki, fermerlər hansı problemlərlə qarşılaşır? Subsidiyaları qeyd etdik, müəyyən qeyd etdik. Artıq elektronlaşmadan ötürü bu məsələlərin bir çoxu həllini tapacaq. Dövlət sektorunda rəqəmsallaşma ən çox nələri dəyişir? Bəli. Ən çox xidmət sahələrinin sürətini artıracaqdır. Vətəndaşın əlçatanlığı və fəaliyyətin daha şəffaf üsulların icrasını gətirib çıxacaq. Ölkə başçısının bu barədə son çıxışından sonra və müəyyən sərəncamlar verildi. Artıq vətəndaşlar daha sürətli və şəffaf şəkildə xidmət ala biləcək. Yəni, əvvəllər müəyyən çətinliklər olurdu, müəyyən uyğun olmayan hüquq pozuntuları baş verirdi. Amma bugünkü gün artıq biz şəffaf metoddan, hansı ki sizə verilən müəyyən arayışlar, müəyyən sənədlər artıq üzərində heç bir düzəliş aparıla bilmir. Sistemdə, yəni hansı ki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vurğuladığı kimi milli data lake yaradıldığına görə artıq bu məlumatlar özümüzün data mərkəzində toplanılır. Yəni bir baza mı var orada? Bəli, data. Yəni bu barədə onsuz uzun müddətli işlər aparılırdı və artıq ki biz buna nail olmuşuq. Milli data mərkəzinin yaradılması bu xarici ölkələrdən və yaxud da ki xarici şirkətlərdən asılılığı aradan qaldırır. Bu da Azərbaycan Respublikasının rəqəmsal suverenliyin əldə edilməsi deməkdir. Təşəkkür edirəm sualınıza. Ümumiyyətlə, zərurətdir yoxsa alternativ yanaşma? Üstünlüyünü qeyd etdiniz, amma bu suala da istərdim cavabınızı verəsiniz. Artıq müasir dövrdə bu artıq zərurət halını alıb. Yəni, olmazsa olmaz dediyimiz kontekstə daxil olur. Çünki artıq biz xüsusən 44 günlük vətən müharibəsindən sonra rəqəmsal inkişafın bizim üçün çox vacib olduğunu gördük. Artıq bir sıra inkişaf etmiş ölkələrdən biz artıq, mən bunu açıq deyə bilərəm ki, heç də geri qalmırıq. Çünki hal-hazırda bizim bu bazamız yaradılıb, artıq növbəti mərhələdə ölkə rəhbərliyinin göstərişinə əsasən bizim kadrların toplanması siyasəti başlayıbdır. Artıq dövlət proqramları ilə artıq yeni kadrların hazırlanması istiqamətində mühüm işlər aparılır və təbii ki, bu pulsuz şəkildə dövlət hesabına tətbiq edilir. Həqiqətən də dünya rəqəmsallaşmaya doğru gedir və dünya ölkələri arasında ən birinci sırada bu mövzuda Estoniya dayanır. Artıq bir neçə ildir ki, Estoniyada bütün dövlət qurumları rəqəmsallaşıb, xüsusən də təhsil sistemi rəqəmsallaşıb və Azərbaycanla Estoniya arasında da artıq bu mövzuda bir əməkdaşlıq var, mövcuddur və görülür ki, bu növbəti, yəni ilərləyən günlərdə, dövrdə, daha doğrusu öz müsbət nəticəsini göstərəcək. Təbii ki, mən əslində siz Estoniya adını seçdiniz, mən o barədə bir tarixi fakt açıqlamaq istəyirəm. Təbii ki, siyasi kontekstə toxunmamaq üçün ölkə adı çəkilməz. Estoniyanın bu barədə müəyyən bir tarixi var. Estoniya təqribən 3 ay ərzində ümumiyyətlə tam şəkildə kiber hücuma məruz qalıbdır ölkə səviyyəsində. Çox yaxşıdır yəqin ona görə, çünki müəyyən sahələrə var o tətbiq məsələsi. Bilirsiniz, bu hadisə baş verəndən sonra artıq ölkə öz zəifliklərini aradan qaldırmaya başladı. Yəni 3 ay ərzində bütün dövlət xidmətləri, hansı ki rəqəmsal xidmət göstərirdi, onların fəaliyyəti tamamilə əlçatılmaz olubdur. Hətta vətəndaşlar ATM-lərdən öz vəsaitini nağdlaşdıra bilmirdi. Yəni, bu əslində başqa kontekstə gedir, hansı ki, təxribat və s. digər məsələlərə. Kiber təhlükəsi məsələləri daha çox. Bəli, biz də bu təcrübəni qiymətləndirərək, yəni digərlərinin təcrübəsini özümüzə tətbiq edərək artıq biz bu sahədə zəruri adımları atmışıq. Yəni, mən düşünürəm ki, çox qısa müddətdə çox böyük uğurlar əldə etmişik. O zaman belə bir sual verək. Biz düzdür, həmin xidmətlərin, qurumların xidmətlərinin asanlaşması üçün, misal üçün, asan xidmət mərkəzi var, düzdürmü? Prosedurlar daha asan şəkildə həyata keçməsi üçün bu başqa məsələ vaxt itkisinin qarşısını alır. İndi dövlət sektorunda rəqəmsallaşma dediyimiz zaman ən böyük üstünlükləri və mənfi cəhətlərini siz saya bilərsiniz. Misal, daha çox kiber təhlükəsizlik məsələlərini dediniz, amma bir qayda tətbiq edilirsə, yəqin ki, onun da bir qorunma tərəfi var ki, ona da xüsusi bir diqqət və bir datadır və yaxud da ki, analizdir. O sahə üzrə mütəxəssisləri yetişdirirsiniz və bu problemlər də aradan qaldırılır.
Ümumilikdə təhlükəsizlik prizmasında xidmətin asanlaşdırılmasına doğru biz addım atdıqca, eyni zamanda orada yeni yaranan artıq təhlükəsizlik prosedurlar əmələ gəlir. Hansı ki, biz müasir rəqəmsallaşmada artıq tətbiq edəcəyik yeni növ gigiyena qaydalarını. Hansı ki, biz sağlamlıq üçün müəyyən gigiyena qaydaları var idi. Artıq biz yeni kibergigiyena qaydaları ortaya çıxıb, hansı ki, zərurətdən dolayısa. Ümumiyyətlə, birinci məqsədimiz vətəndaşa sürətli xidmətin və şəffaf xidmətin təmin edilməsidir. Amma bunun asanlaşdırılması eyni zamanda başqa təhlükəli meydana çıxarır. Misal üçün, şəxs əvvəllər, hər hansı kredit üçün banka yaxınlaşıb müraciət edir. Artıq bu sürətlənərək banka yaxınlaşmadan mobil tətbiq vasitəsilə mümkünləşibdir. Tək bu yox, yəni bu sahədə çox misallar çəkmək mümkündür. Amma bunun asanlaşması yeni təhlükələr meydana çıxarıbdır. Bu da artıq zərurət yaradır ki, Azərbaycan Respublikası vətəndaşının rəqəmsal savadlığının zərurliyini yaradır. Maariflənmə məsələsi. Bəli, bu sahədə biz məktəblərdə, institutlarda müəyyən tədbirlər təşkil edir. Artıq növbəti illərdə bu tədris proqramında öz əksini tapacaqdır və hətta bir sıra hissələrdə bu tətbiq edilir. Bu barədə bütün dövlət qurumları qarşılıqlı sıx əlaqədədir. Həm də bunun tətbiqində müsbət nəticələr əldə etmək üçün mütəxəssislər də olmalıdır, elə deyilmi? Kadr hazırlığı da olmalıdır. Bu barədə ölkə siyasətinin prioritetidir bu. Bəli, bu o qədər önəmli bir məsələdir ki, ölkə prezidenti də sonuncu çıxışlarından birində vurğulamışdı ki, bu zərurətdir. Yəni, bütün dövlət orqanları rəqəmsallaşmalıdır, süni intellektlə artıq idarə olunmalıdır. Düzdür, müəyyən suallar ortaya çıxır ki, görəsən insan faktorunu əvəz edə biləcəkmi? Yox, sadəcə olaraq yardımcı bir mexanizm rolunu oynaya bilər, deyilmi? Mən əslində yaxşı mövzuya toxundunuz. Mən qeyd edeyim ki, bəzən süni intellektin inkişafı insanlar arasında bir narahatlıq yaradır ki, artıq kimlərinsə işdən azad olunması və s. ki, məsələ ortaya çıxır. Amma burada əsas məsələ vətəndaşların işinin həm asanlaşmasıdır, həm də daha çox vaxt qazanmasıdır. Yəni, işinin, misal üçün deyirəm, 8 saatını işdə keçirirsə, artıq gələcəkdə bu artıq daha sürətlənərək azaldılması mümkün ola bilər. Var mı? Fikrinizin ardı var mı? Əslində, demək istədiyim odur ki, bugün vətəndaşın asanlığını biz yaratmışıq, yəni müəyyən mənada. Artıq vətəndaş bu təhlükələri də nəzərə alaraq rəqəmsal inkişafının zərurliyini anlamalıdır. Baxın, biz adətən bir vətəndaş olaraq təhlükəni görmədiyimiz təqdirdə ona inanmırıq. Amma bugün, belə deyim, görünməyən cəbhədə hal-hazırda mübarizə aparılır, aidiyyatı qurumlar tərəfindən. Bunların hər birini biz görə bilmirik. Misal üçün, müharibə vaxtı insanlar gördü müharibə baş verir. Amma hal-hazırda da bir müharibə baş verir. Biz yeni immunitet formalaşdırırıq, yəni yeni müdafiə mexanizmləri tətbiq edirik. Amma bunu vətəndaş görmədiyinə görə müəyyən mənada sanki inanmır və yaxud da ki, etinasız yanaşır. Əslində, Aysun sualı ünvanlayanda Turqay müəllimin üzündə çox belə gözəl bir təbəssüm oldu. Nə edirsiniz, siz dataçılar, analizçilər edirsiniz? Bilirəm ki, bu yaxınlarda Çində insana bənzər robotların tam təkmilləşməsilə bağlı bir xəbər oxudu ki, artıq dad, qoxu və iyi bilmə, daha doğrusu reseptorların hiss etməsi üçün müəyyən analizlər və kodların yüklənməsilə bağlı, amma hələ də sınaqlardan sonra görüb ki, o nəticəni ala bilməyiblər. Bu bir tərəfə qalsın. Müəyyən mənada bu sahədə bu tətbiqlər, trendlərin tətbiq edilməsi. Elə mən media savadlılığına toxunmaq istəyirəm. Az öncə biz xəbər paylaşdıq, Aysun, 1000 manat məsələsində ödənişin olması çox saxta bir xəbərin böyük bir səs-küyə səbəb olması. Media savadlığı burada özünü göstərir. İndi düşünün ki, rəqəmsallaşan dünyada savadlılıq nə dərəcədə maariflənmə önəmlidir ki, o bir kliklə belə WhatsApp üzərindən biz az öncə qeyd etdik, çox böyük oyunlar gedə bilir. Qısacası dövlət sektorunda rəqəmsallaşma dediyimiz zaman ən çox qarşılaşdığımız tətbiqi indi biz inkişaf edirik, daha çox olacaq. Bu problemlər, ola bilər ki, şikayətlər olsun və yaxud da ki, üzləşdiyiniz o çətin məqamlar nələrdir? Ədətən üzləşdiyimiz çətin məqamlar məlumatı qarşı tərəfin düzgün qəbul etməməsidir. Misal üçün, biz tövsiyə edirik ki, misal üçün, ikili təsdiqləmə metodlarından istifadə edilsin. Yəni, bugün o tətbiq edilir müəyyən mənada. Artıq yeni metodlar ortaya çıxıb. Hətta ikili bəzən kifayət etməyə də bilir. Bu da mümkündür. Yəni, bu təhlükəsizliyin bir sərhədi yoxdur ki, biz onu orada tam bloklaya bilək. Çünki texnologiya inkişaf etdikcə insan ağlının yeni məhsullar ortaya çıxır və yeni hücum vektorları yaranır. Yəni, bu prizmadan vətəndaşın diqqətliyi ən vacib məsələdir. Çünki mən səhər yolda həmin o xəbəri oxudum. Baxın, vətəndaş emosiyaya qapılır, məlumatın doğruluğuna inanır. Yəni, internet üzərində yüzlərlə məlumat yanlışdır. Buradakı arxa fonda başqa məqsədlər ola bilər. Bu, digər xarici qüvvələrin
Azərbaycan Respublikası ərazisində hər hansı təxribat fəaliyyətlərinə şərait yarada bilər. Yəni biz nə qədər rəqəmsal təhsilli olsaq, biz bu kimi təhdidlərin aradan qaldıra biləcəyik. Biz deyək ki, 44 günlük vətən müharibəsində dövlət və millət yəni bir əldə tutaraq, möhkəm iradə formalaşdıraq və biz zəfərə nail olduq. Yəni biz hal-hazırda da o işi tətbiq etməliyik. Yəni vətəndaş hər bir halda rəsmiyyətə üstünlük verməlidir. Misal üçün, o ki, xəbər yayılmışdı Mimanat barədə. Yəni həmin nazirliyin saytına daxil olub bu məlumatın rəsmi olub-olmadığını dəqiqləşdirmək mümkündür. Amma biz bəzən, dediyim kimi, emosional hisslərə qapılaraq artıq bunun arxasında etməyə başlayırıq. Dövlət orqanlarının rəqəmsallaşmasından danışırıq və fikrimizi konkretləşdirsək, Turqay bəy, hansı sahələrdə biz effektiv nəticələr əldə edə bilərik? Hal-hazırda... Məsələn, sosial, vergi, maliyyə, təhsil, hansı sahələrdə? Bu həm də şəffaflığın da təmin olunmasına böyük bir səy göstərmiş olur, şərait yaratmış olur. Hal-hazırda bayaq qeyd etdiyim kimi, asan xidmət, dost xidmətləri, hal-hazırda xüsusi rabitənin bu barədə çox böyük əməkləri var. Eyni zamanda digər güc qurumları artıq bu sahədə addımlarını atır və möhtərəm cənab prezidentin son çıxışında da qeyd etdiyi kimi artıq bu data mərkəzlərinin və xidmət sahələrinin vahid platformada birləşməsi vacib məsələdir ki, artıq baxın, hər qurum çalışır ki, daha yaxşı olması üçün, amma bəzən bu vətəndaş üçün müəyyən narazılara gətirib çıxara bilir. Bunun üçün vahid platformada olması, hansı ki, MyGov qeyd edildi. Bu, vətəndaşın bir mənbədən işini görməsi. Çox daha rahat və asan şəkildə. Bəli, eyni ilə. Və təbii ki, təsdiqləməklə. Bəli, və onu da qeyd edir ki, bu şəffaflığın da təmin olunmasında ən böyük əslində şəraiti yaratmış olur. Təşəkkür edirik sizə. Təşəkkür edirik Turqay bəy. Vaxtlardınız, gəldiniz, bilgiləndirdiniz. Minnətlarıq sizə, uğurlar arzulayırıq. Yenə deyirik, hər sahədə yenilənmə var. Elə bu dəfə isə Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının ikinci dövriyyəsi keçiriləcək. Bu haqda Duyğu İbrahimlə əməkdaşımız həmkarımız süjeti hazırlayıb Ayson. Hər sahədə inkişaf var və artıq müəllimlər də təhsil verən, yəni müəllimlər təhsilin keyfiyyətini artırması məqsədi ilə hər il imtahanlardan keçirlər. Bu da təbii ki, əlbəttə ki, təhsilin keyfiyyətinin artırılmasına yönləndirilib. Əsas məqsəd budur. Gəlin görək, bu il biz əslində dünən bu xəbəri paylaşmışdıq, deyilmi? Amma həddən artıq suallar var sosial şəbəkələrdə. Mütləqi qonağımız da olar bəlkə ilərləyən günlərdə. Bəli, həmin detallardan xəbərdar olacaqsınız, izləyək.